Təsəvvür edin, evdə təksiz, təzyiqiniz düşüb və özünüz özünüzə kömək etməlisiniz. Amma necə? Gəlin bu videoda bu suala cavab verək. Əvvəla, insanın təzyiqinin düşdüyünü hardan bilə bilər? Məsələn, bu simptomlar ortaya çıxır. Birdən-birə halınız dəyişir. Bu nahiyədə bir boşluq hiss edirsiniz. Ürəyiniz sanki çırpınır. Başınız gicəllənə bilər. Gözünüzün qabağına qaraltı gələ bilər. Soyuq tər basa bilər sizi. Baş ağrınız ola bilər. Bu halda panikaya düşmədən cəld özünüzə yardım etməlisiniz. Ümumiyyətlə, burada ən təhlükəli vəziyyət bayılmadır. Belə ki, bayılma ilə paralel olaraq başınızı və yaxud da hər hansısa bir orqanınızı zədələyə bilərsiniz. Ona görə də ilk öncə bayılmanın qarşısını almalıyıq. Buna görə də birinci olaraq uzanırsınız. Ən yaxın yerdə, yerdəsiz, yerə uzanın. Kravat var yanınızda, kravat uzanın. Fərq yoxdur. Uzanırsınız. Bu vəziyyəti alırsınız. Daha sonra isə ayaqlarınızı direkt olaraq yuxarı qaldırırsınız. Yəni, ayaq nahiyəniz baş və gövdənizdən hardasa bir 20-30 sm yuxarı qalxsın, daha da yuxarı qalxa bilər. Bu halda niyə faydalıdır bu? Çünki ümumiyyətlə, ürək təzyiqi düşmək o deməkdir ki, ürək pompaladığı qanın miqdarı azalır. Bu pompalanan qan miqdarı az olan qan miqdarı, daha doğrusu beyinə də az getdiyi üçün dediyim simptomlar ortaya çıxa bilər. Ona görə də uzanaraq ayağımızı yuxarı qaldırırıq. Bu halda ürəyə gedən qan miqdarını artırırıq və bu bizim artıq xeyli sakitləşməyimizlə nəticələnəcək. Sakitləşəndən sonra isə biraz otururuq. Direkt olaraq ayağa qalxmayın. Bu ortostatik təzyiqə səbəb ola bilər. Yəni, bədən bu vəziyyətdən bu vəziyyətə keçər və birdən-birə təzyiqiniz yenə düşə bilər. Yavaş-yavaş yerinizdən durun, əvvəlcə biraz oturun. Gördünüz ki, başınız fırlanmır, gedirsiniz mətbəxə, su içirsiniz, 1-2 stəkan su için, duzlu qida qəbul edirsiniz. Varsa pendir, yoxdursa məsələn qatıq varsa duzu qatın, qatığa qarışdırın. Amma əsas məsələ müəyyən qədər duz qəbul etməkdir, çünki duz təzyiqinizi qaldıracaq. Təbii ki, miqdarı aşırtmağa ehtiyac yoxdur. Sadəcə müəyyən qədər qəbul edirsiniz. Və ondan sonra da vəziyyətin sakitləşməyini gözləyirsiniz. Amma vaxt keçir, vəziyyət sakitləşmir, daha da ağırlaşırsa, sinə nahiyəsində ağrınız olarsa, başınızda güclü ağrılar ortaya çıxarsa və yaxud da nəfəs darlığı hiss eləməyə başlasanız da, bu halda təcili yardıma zəng vurursunuz. Ekstra həkim köməyinə ehtiyacınız olmuş ola bilər. Əgər videonu bəyəndinizsə, bu faydalı məlumatı başqalarıyla da paylaşmağı unutmayın ki, evdə tək olduğumuzda belə özümüz özümüzə kömək edə bilək.